Saatlı rayon mərkəzi xəstəxanasının həkim məsləhət komissiyası ilə yaxın əlaqələri olan və onlara rüşvət verməkdə ittiham edilən İlqar Məmmədovun məhkəməsi başa çatıb. Teleqrafın əldə etdiyi xəbərə görə Saatlı rayon sakini 1966-cı il təvəllüdlü İlqar əlillik almaq istəyən insanlarla görüşüb, onlara müvafiq sənədlərin hazırlanmasında yardım göstərəcəyini vəd edib. İttihama görə İlqar ümumilikdə 26 nəfərdən leykoz, ağır eşitmə, xərçəng və ağır xəstəliklər əsasında əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının təyin edilməsində və ya qüvvədə olma müddəti başa çatmış əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının müddətinin saxta yollarla uzadılmasında vasitəçilik edərək 1500-8000 manat arası rüşvət alıb. Onun aldığı pulların ümumi dəyərinin 84800 manat olması müəyyən edilib. Bu məbləğdən komissiya sədrinə və digər vəzifəli şəxslərə də pay çatıb. İstintaq sənədlərə saxta olduğu, həkimlər tərəfindən heç bir real təbii əsas olmadan müvafiq arayışların hazırlandığını aşkara çıxarıb. Ayrı-ayrı şəxslərlə bağlı müxtəlif diaqnozlara dair saxta məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil olunub. Bunun üçün sədrin və komissiya üzvlərinin elektron imza kartlarından istifadə edilib. İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 312-1.1 şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarının qanunsuz təsir etmək məqsədi ilə özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və digər güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar həmin ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, 2020-2023-cü illər ərzində Saatlı rayon mərkəzi xəstəxanasının həkim məsləhət komissiyasının üzvləri ilə ayrı-ayrı rayon sakinləri arasında pul müqabilində leykoz, ağır eşitmə, xərçəng və digər xəstəliklər əsasında əlillik dərəcələrinin əlilliyə görə əmək pensiyalarının təyin edilməsində və ya qüvvədə olma müddəti başa çatmış əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının müddətinin uzadılması vasitəçilik edib. Saatlı rayon mərkəzi xəstəxanasının əməkdaşları ilə etibarlı münasibətlərim vardı. Ona görə də çoxsaylı rayon sakinlərindən müxtəlif məbləğlərdə pul almışam, Saatlı rayon mərkəzi xəstəxanasının əməkdaşlarına verərək əlillik dərəcəsinin təyin və ya bərpa edilməsinə nail olmuşam. Bəzi hallarda isə maraqlı şəxslər barəsində forma 88 nümunəli elektron göndərişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə yüklənsə də imtina cavabları verilib. Vasitəçilik xidmətlərinə görə özüm də müəyyən miqdarda gəlir əldə etmişəm. Əlilliyin təyini və ya bərpası müqabilində müxtəlif məbləğlərdə pul almışam. Amma həmin şəxslər heç bir tibb müəssisəsində əyani müayinədən keçirilməyib. Yalnız şəxsiyyət vəsiqələrinin surətlərini təqdim etmişəm. Elə bu məlumatlar əsasında onların barəsində elektron sistemə forma 88-lər yerləşdirilib. Zəruri tibbi sənədlərin hazırlanması isə Saatlı rayon mərkəzi xəstəxanasının əməkdaşı və digərləri tərəfindən təmin edilib deyə
İlqar ifadəsində göstərib. İlqarın ifadəsinə görə 2021-ci ildə Saatlı rayonu ərazisində görüşərkən qudası Əmralı gəlini, yəni doğma qızının 50-lik pensiyasının düzəldirilməsini xahiş edib. Mən də bu məsələ ilə bağlı qudamı Saatlı rayon Mərkəzi Xəstəxanasının həkim məsləhət komissiyasının sədri işləyən şəxsin yanına göndərdim. Sonradan eşitdiyimə görə qudam gəlini üçün 50-lik pensiyası düzəltdirilməsi üçün komissiya sədrinə 3800 manat verib. Bildirdiyimə görə Əmralı pulu verdikdən təxminən bir ay yarım sonra qızına pensiya təyin olunub deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəllər onun vasitəçiliyi olmadan ikinci qrup əlilliyə görə əmək pensiyası almış Gündüz adlı şəxs əlillik müddəti 2021-ci ildə başa çatdığına görə əlilliyin müddətini uzatmaq barədə maraqlanmaq üçün həmin ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə Saatlı rayonu ərazisində ona müraciət edib əlilliyin bərpasına köməklik göstərməsini xahiş edib. Mən isə öz növbəmdə 5000 manat müqabilində əlillik müddətinin uzadılmasını təmin etmək imkanımın olduğunu, pulu verdikdən sonra heç bir tibb müəssisəsinə getməyəcəyini bildirdim. Lakin əlilliyi konkret olaraq kimin vasitəsilə bərpa etdirəcəyimi deməmişəm. Mən bir neçə gün ərzində hissə 2 dəfəyə, birinci dəfə 3500 manat, ikinci dəfə isə 1500 manat olmaqla cəmi 5000 manat pul vəsaitini Saatlı rayon ərazisində təklikdə görüşərkən Gündüzdən almışam. Daha sonra həmin pulu və Gündüzün şəxsiyyət vəsiqəsinin surətini Saatlı rayon Mərkəzi Xəstəxanasının həkim məsləhəti komissiyasının sədrinə xəstəxanadakı xidməti otağında şəxsən özünə vermişəm. Ondan məsələnin nizama salmasını, yəni Gündüzə əlillik dərəcəsi təyin edilməsindən ötürü barəsində Forma 88 rəsmiləşdirilməsini xahiş etmişəm. O da öz növbəsində sözümü yerə salmayaraq məsləhətini həll etməyə razılığını ifadə etdi. Bundan bir müddət sonra Gündüzün pensiyası bərpa olundu deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İlqar daha sonra ifadəsində göstərib ki, Mehman adlı şəxs 2022-ci ilin sonlarında rayon ərazisində ona müraciət edib və 2007-ci ildə yaşa görə əmək pensiyasına çıxmış anası 1934-cü il təvəllüdlü Əzizənin 2022-ci ildə vəfat etdiyini, mərhumun ölümü barədə aidiyyatı orqanlara məlumat vermədən pensiyasının ilin sonuna qədər aldığını, ona görə də pensiyanın artıq alınmasının qanuni görünməsi üçün mərhumun ölüm tarixinin ilin sonlarına yazdırmaq istədiyini bildirib. Bu məsələni köməklik göstərməsini xahiş edib. Mən də məsələni həlli üçün Mehmandan 800 manat pul alaraq komissiya sədrinə xidməti otağında şəxsən vermişəm və Mehmanın anasının ölüm tarixini 2022-ci ilin mart ayının əvəzinə həmin ilin sonlarına rəsmiləşdirilməsini xahiş etmişəm. Pulun müqabilində Adəm Əzzənin ölüm tarixini saxtalaşdıraraq bu barədə tibbi şəhadətnamə verib deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs daha digər epizodlar üzrə də etiraf edici ifadələr verib, ona müraciət edən tanışlarından aldığı pulları Saatlı rayon Mərkəzi Xəstəxanasının həkim məsləhət komissiyası sədrinə rüşvət qismində verib. Saatlı rayon məhkəməsinin hökmü ilə İlqar 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib, barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalında həbsdə
alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, o əməlini Cinayət Məcəlləsinin 312.1-ci rüşvət vermə, yəni xidməti vəzifəsinin səlahiyyətlərinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəsindən istifadə etməklə maddi və sair nemət, imtiyaz və güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi maddəsinə tövsif edilməsini, cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Bu şikayətə Şirvan Apellyasiya Məhkəməsində hakim Habil Bəhmənovun sədrliyi ilə baxılıb, şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə şikayət qismən təmin edilib, Saatlı rayon məhkəməsinin hökmü dəyişdirilib. İlqarın barəsində 3 il müddətinə olan cəza 7000 manat cərimə cəzası ilə əvəz edilib. Qərarda göstərilib ki, təqsirlənən şəxsin Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 31 yanvar 2025-ci il tarixdən 20 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla təyin olunmuş cərimə cəzası yüngülləşdirilib, cərimə cəzası 5000 manat müəyyən edilib. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, o məhkəmə iclas zalından həbsdən azad edilib.